Bilirsiniz, ən pis müsəlman bilirsiniz kimdir? Ən pis müsəlman ibadətə qapılıb insanları unudan adamdır. Cəmaatı dindən ən çox uzaqlaşdıran insanlar bu insanlar. Heç kimə faydası dəyməyən abidlər. Ən çox xoşa gəlməz xislət budur. Deyim, mələklərə əmr olundu ki, gedin filan əhalini, yerin əhalisini məhv edin. Allah bəla göndərir. Hamısı günahkardır. Mələk gördü ki, bir dənə abid bir, məsələn, nurani bir kişi orada ibadət edir. Mələklər dedi, ilahi bunu da həlak eləyək, axı bu çox nurani, pak adamdır. Allah dedi, ən birinci onu həlak eləyin. Dedi, nə üçün? Dedi, üzü bir dəfə mənə görə qızarmayın. Yəni, kimə nə olur vezir deyil. O, ibadət edir, namaz qılır, oruç tutur. Allahın ən acığı gələn insan tipidir bu. Başqalarına biganə olub, mənəviyyat görüntüsü ilə vicdanını sakitləşdirir. İctimai məsuliyyəti dərk eləmir, vicdan ki sızlayır, güc verir namaza. Ki, vicdan nəyinəsə aram eləsin, sakitləşdirsin. Təvaf edirdilər İmam Cəfər Sadiqlə də, Kəbənin təvafıdır da bundan üstündən nə olar? Təvaf edirlər, bir nəfər gəldi, İmam Sadiq əleyhissalamdır, bir də yanında bir nəfər səhabədir. Bir nəfər gəldi, təvafda onun qulağına nəsə dedi, o da ona nəsə cavab verdi. Bəs təvafı davam elədi. İmam dedi ki, nə dedi o sənə? Dedi ki, bir xahişi var, dedi, bir çətinliyim var, onu mənim üçün həll eləyərsən. Mən dedim, get gözlə, təvafı qutarım, gəlirəm. İmam dedi, yox, təvafı saxla, get onun işini həll elə, gəl. Dedim, axı, mən ibadət halındayım, təvafdayım. Dedi ki, bir insanın hacətini yerinə yetirmək 100 təvafdan üstündür. Allah evinin təvaf edilməsindən üstündür.